Salam uşaqlar. Demək, bugün danışacağıq biz sizlə noun, pronoun, adjective, article, bir də quantifiers'ın ümumi sınaq mövzusunu. Birinci sualda bizə definition istədiyinə görə biz definitionlar bir-bir tərcüməsini bilməliyik. Environment ətraf mühit deməkdir. Pollution çirkləndirmə, danger isə təhlükə deməkdir. A variantını oxuduqda deyir ki, the process of making air, water and soil dangerously dirty. Yəni çirkləndirmək mənasını daşıdığına görə 2-yə A-nı verəcəyik. 2-nin qarşısına A. Dəqiqə qələmi çıxardaq. 2-yə A. B variantında surrounding. Surrounding deyirsə ətraf mühit deyir. Ətraf mühit deyirsə artıq biz bilirik ki, 1-ə B-ni götürəcəyik. C variantında isə deyir ki, the possibility that someone or something will be harmed. Yəni bir kəsin və yaxud da bir şeyin təhlükəyə düşmək mümkünlüyü deyirsə, yəni buna isə danger, təhlükə verəcək və düzgün cavabımız olacaq B, A, C, yəni Y variantı. İkinci sualda bizdə possessive case deyir. Possessive case yəli hal idi və biz bilirik ki, kökündən dəyişən cəm isimlərlə təki cəmi eyni olan isimlərin yəli hal apostrof S-ilə düzəlir. Avtomatik olaraq B və C variantları çıxır. A və D variantı isə uşaqlar barmaq qaydasıdır. Sirdən sonra gələn isim mütləq cəmlənməlidir. Barmağımızı apostrofun üstünə qoyanda görürük ki, təkdə qalıb. A variantı da səhvdir. D variantında isə en artiklından sonra həmişə təkdə olan isim gəlməlidir deyə S apostrof yox, apostrof S olmalı idi. Düzgün cavabımız Y variantı qalır. Üçüncü sualda baxıram ki, paper var, bir də pencils var. Nöqtələrdən sonra baxıram ki, ismim gəlibsə, mən bilirəm törəmələrdən sonra isim gələ bilməz deyə A variantı çıxır. Və ikinci tərəfdə baxıram ki, didn't deyir. Didn't deyirsə artıq cümlə inkar cümlə sayılır və inkar cümlədə bir cümlədə 2 inkar ola bilməz və inkar cümlədə sam işlənə bilməz. Törəmələrdən sonra isim gələ bilməz deyə düzgün cavabım C variantı qalır. Dördüncü sualda did Mrs. Hill cancel the wedding? Deyir ki, Mrs. Hill. Mrs. Hill'dan tutmalıyam ki, mən bu qadın cinsindən söhbət gedir və deyir ki, xanım Hill toyu özü ləğv elədi. Qadını olduğuna görə A variantı doğru cavab qalır. Beşinci sualda isə possessive case istəyir. Possessive case-in ilk qaydası odur ki, uşaqlar apostrof S-dən sonra mütləq isim gəlməlidir. Baxıram ki, A variantında ümumiyyətlə yəri hal 2 isim arasında olur. Məsələn, it isim deyil deyə A variantını götürə bilmirsiniz və yaxud da zero o isim deyil axı. Ona görə mənim ondan işim yoxdur. B variantında Helen tərcümə edirəm ki, Helen'ın gedişi demir. Deyir ki, Helen gedir ki, satsın qəzetlərini. Yəni, burada da bir yəli hallıq bir şey yoxdur. Apostrof S-dən sonra got, article və yaxud da söz önü gəlirsə, o yəli hal deyil deyə C variantda çıxır. Z olanda biz bilirik ki, familiyanı bildirir. Familiya olanda isə S apostrof işlənməli idi deyə düzgün cavabım Y variantı qalır. 6-cı sualda EN artiklının işlənmə qaydasıdır. Birincisi, gözümə baxan kimi tis sözü bilirəm ki, cəmdədir. Cəmdə olan ismin qarşısına qətiyyən EN artiklı işlənə bilmir deyə 3-ü çıxıram variantlardan. Smoke tüstü deməkdir uşaqlar. Tüstü sayıla bilməyən isim olduğuna görə onun qarşısına qətiyyən EN artiklı işlənə bilməz deyə 4-də çıxır. Və birinci sualda isə ancient sözü sayı səslə başlanana görə orada ən ancient qasıl olmalıdır. 2-5 A variantı doğru cavabdır. 7-ci sual quantifiers bölməsinə aiddir. Məsələn, maçdan sonra heç bir zaman cəm isim gələ bilməz və yaxud da a little ancaq sayıla bilməyən tək isimlərlə işlənir deyə düzgün cavabımız elə 1-3-B variantıdır. 8-ci sualda məndən possessive case istəyir. Possessive case yenə yəli haldır uşaqlar. Apostrof isə sonra mütləq şəkildə isim gəlməlidir və yalnız burada düzgün cavab gəlir D variantı. Nəyə görə? Çünki tərcümə ilə deyir ki, Amerikanın ən məşhur aktyor və aktrisaları Hollywoodda yaşayır. 9-cu sualda salam, buyur. Aha, gətirə bilərsən. 9-cu sualda progress sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərin qarşısına qətiyyən article işlənə bilmir deyə A və B variantları gedir. First sıra sayıdır. Bilirsiniz ki, sıra sayının qarşısına mütləq şəkildə Z article işlənməlidir və C, Y variantları da gedir. Qalır the creation of the first Azerbaijan newspaper. Məsələn, yəni C ilə Y variantı arasında qalsaq, bilməlisiniz ki, uşaqlar Azərbaycan qəzetinin ilk yaranmasından söhbət gedir burada. Yəni creation sözünü mən E article-na verməyim nə dərəcə doğrudur ki, yəni yaranmadan gedir, yaranma vahid olan bir şeydir. Ona görə düzgün cavabım C variantıdır. 10-cu sualda Britain ölkə adıdır deyə onun qarşısında heç bir şey verməyəcəm. Sıra sayılarının qarşısına mütləq şəkildə Z artiklı olmalıdır deyə is the 5th of November verəcəm. Y variantı doğru cavabdır. 11-ci sualda böyük ehtimal ki, burada the teacher ilə zırılsın altından xətt çəkməli idi və bizə deməli idi ki, biz onları hansı əvəzliklə əvəz edə bilərik. Mən də bilmirəm axı, müəllim kişidir, yoxsa qadındır. Ona görə şişini, məsələn, şəxs əvəzliyidir deyə cümlə ortasına gələ bilməz. Onu nəqd çıxıram.
Baxıram ki, sonra rules sözü cəmdədirsə, onu itlə əvəz edə bilmərəm. Zerdən sonra isim gəlməlidir. Şəxs əvəzi cümlə ortasında gələ bilməz deyə Y variantı doğru cavab qalır. 12-ci sualda FU-dan sonra gələn isim cəmlənməlidir. Məsələn, barmağımı apostrofun üstünə qoyanda görürəm ki, təkdə qalır. Sonra to-dan sonra gələn isim two bunch yox, two bunches olmalıydı. Zətdən sonra da coffee shops, coffee mağazaları deməkdir. Mağazalar sözü cəmlənib deyə zətlə işlənə bilməz. 3-4 C variantı doğru cavabdır. 13-cü sualda Oxford şəhər burada adıdır. Ona görə heç bir şey verməyəcəm. United Kingdom-ın qabağına əlbəttə ki Z verəcəm. Və demişdik ki, south, north, east, west, şimal, cənub, şərq, qərb balaca hərflə yazılırsa qarşısına Z işlənir. Heç nə Z, düzgün cavabım A variantı qalır. 14-cü sualda isə New York şəhər adı olduğuna görə heç bir şey vermirəm. Dünya vahidlik bildirir deyə Z, sifətinin müqayisə dərəcəsində, üstünlük dərəcəsində isə Z artiklı işlənməlidir deyə düzgün cavabım D variantı qalır. 15-ci sualda isə məndən isimlər olan cərgəni istəyir. Yəni burada sadəcə tərcümə bilmək əhəmiyyətlidir ki, tiny biləsiz balaca deməkdir, exciting həyəcanlı deməkdir, devoted sadiq deməkdir. Even incredible isə inanılmaz deməkdir, zərfdir. B variantı doğru cavab qalır. Pasture otlaq, warning xəbərdarlıq, source isə mənbə deməkdir. 16-cı sualda compound noun istəyir. Əgər bir sözdə tion şəkilçisi varsa, əlbəttə ki, o söz düzəltmə sözdür. Burada düzgün cavabımız uşaqlar bizim 1, 4, 6 və 2 qalacaq. Y variantı. Missionary sözü isə yenə düzəltmə sözdür. 17-ci sualda çaşdırıcı görsənə bilər, amma düzgün oxusaz, düzgün variantı da çox tez tapa bilərsiniz. Məsələn, birincidir ki, biznes məktubu. Söhbət bilirsiniz ki, burada biznesdən yox, biznes məktubundan gedir və menidən sonra gələn isimdə mütləq cəmlənməlidir deyə bir yanlışdır. 2-dədir ki, trafik nişanları. Bilirsiniz ki, söhbət trafikdən yox, nişanlardan gedir. Nişan sözdə cəmlənib, FU-dan sonra da cəm isim gəlməlidir. 2 düzdür. 3-də enough həm sayıla bilən cəm, həm də sayıla bilməyən tək isimdən işlənir deyə bir problem görmürəm. A lot of wood, wood taxta mənasında sayıla bilməyən olur və a lot of da həm sayıla bilməyən, həm də sayıla bilən cəm isimlərlə işlənir deyə bir problemi yoxdur. Aha, amma a number of-dan sonra deyir ki, cotton towel. Cotton pambıq deməkdir uşaqlar, towel isə dəsmal deməkdir. Pambıq dəsmal deyirsə, mütləq şəkildə o söz cəmlənməlidir, yəni dəsmallar olmalıdır. 5 səhvdir. 6-da isə little work, work sayıla bilməyən isimdir, iş deməkdir. Ona görə 2, 3, 4, 6 düzgün cavabımız qalır, Y variantı. Mountain sözü cəmdədir deyə Z verəcəm, çünki dağ demişdik təkdə olursa artikl vermirik, amma dağ silsiləni bildirirsə Z veririk. Kanada ölkə adı deyə heç nə verməyəcəm. United States-in qarşısında isə mütləq şəkildə Z verəcəm. Z heç nə Z, A variantı doğru cavabdır. Neysə, işarət deyə bilmədim. 19-cu sualda cümlədə zəm varsa müqayisə dərəcəsidir və müqayisə dərəcəsini bildirən D, A variantı arasında qalırım. A variantını o halda götürürəm ki, nöqtələrdən sonra isim gəlsin, amma bizdə to go, feil gəldiyinə görə düzgün cavabım D variantını götürəcəm. 20-ci sualda isə miles sözü cəmdə olduğuna görə a little çıxıram, much çıxıram. Aha, deyir ki, the place is not far from here. Deyir, o yer buradan uzaq deyil. Eləcə, just yadınızda saxlayın ki, точно only kimidir. Just a little, just a few bu formada işləndə görə a few variantını götürəcəm. Demək, 21-ci sualda isə bizə nə deyir? Bunlar bizdə numerativ sözlər sayılırlar. A pinch of salt bir çimdik duz deməkdir. A box of meat bir qutu ət deməkdir. Bir qutu ət işlənmir, 1 kilo ət olur və yaxud da elə 1 kilo ət olur, başqa da bir şey işlədə bilmirəm. Aha, a bottle of gold bir butulka qızıl dəxilsizdir. A slice of wood bir taxta dilimi dəxilsizdir. A sack of air bir kisə hava dəxilsizdir. Ona görə düzgün cavabım elə A variantı qalır. 22-ci sualda maçdan sonra cəm isim gələ bilməz. Elətədən bayaqki testinin elə bir eynisi idi. 23-cü sualda problem nədir? Name sözü var burada. Name ad deməkdir. Hearstdən sonra qətiyyən isim gələ bilməz. Ona görə o variantları çıxdı. Və deyir ki, bu Beatrice-la D-nin qızıdır. Onun adı Jenny-dir. Hə, belə çıxır ki, onda onların ortaq bir qızları var və onun adı Jenny-dir. Qız sözü təkdə olduğuna görə B variantı uyğun gəlir. Çünki Beatrice-la D-nin yəqin ki, ər-arvadılar. Onların qızıdır və sonra deyir ki, bu onun Jenny-dir. Amma D variantında Beatrice'in ayrı qızı var, D-nin ayrı qızı var. Onda daughter ya daughters olmalıdır. Y variantından ümumiyyətlə apostrofesindən söhbət belə getməyib. 24-cü sualda students var. Students şagirdlər deməkdir uşaqlar. Hearstdən sonra isim gələ bilməz. Çıxırıq. Imagination sözü isə imagination, yəni təsəvvür, təxəyyül deməkdir. Zersdən sonra da isim gələ bilməz. Aha, burada artıq biraz çaşdırıcı oldu. Çünki bütün variantlar demək olar ki, uyğun gəlir. Mənim incəsənət müəllimim şagirdlərini öyrətməkdə yaxşıdır.
ki onlar deyir istifadə etsinlər onların təxəyyülündən. D variantı doğru cavabdır. Yəni mənim incəsənət müəllimim yaxşıdır öyrətməyə. Mənim şagirdlərim olası deyil ki, onun şagirdlərini ki, onlar deyir təxəyyülünü zeyirdə, yəni şagirdlərdən söhbət gedir deyə cəmdə verməliyik o isə. From their postcard it sound as if deyir ki, postkartlardan da səsləndiyi kimi elə görünür ki, ar var burada. Mən bilirəm ki, itdə ar işlənə bilməz. You are ola bilər, amma as cümlənin əvvəlində gələ bilməz. Aha, və qalanlara uyğun gəlir. Deyir ki, from postkartlardan da səslənir ki, they are really proud of. Onlar deyir özlərindən zövq alırlar. Yəni B variantı uyğun gəlir. Çünki you-da themselves işlənə bilməz, they-də də itself işlənə bilməz. 26-cı sualda isə mənə deyir ki, choose the correct sentence. Düzgün cavabı seç. Yada saxlayın ki, sonu icisi ilə bitən isimlər həmişə təkdə olur. Bir də bir yanlış görmürəm mən. B variantında no news, xəbərlər yoxdur. Xəbər təkdədir deyə have yox, uşaqlar burada has olmalı idi. Cattle malqara cəmdə olduğuna görə was yox, were olmalı idi. All the information, söhbət informasiyadan gedirsə, informasiya sayıla bilməyən isim olduğuna görə xəbəri were yox, was olmalı idi. Y variantında isə bu paltarlar mağazası, this clothes shops olmalı idi. Çünki paltarlar mağaza ola bilməz, axı mağazaları olmalı idi. 27-də isə deyir ki, tamaşaçılar dinləyirdilər Nizami ilə Füzulinin şeirlərini. Siz bilirsiniz ki, Nizami ayrı əsrdə yaşayıb, Füzuli ayrı əsrdə yaşayıb. Ona görə onların şeirləri ortaq ola bilməz. Hərəsinə ayrı-ayrı apostrofes verməliyik və mütləq şəkildə şeir sözü cəmlənməlidir. Ona görə düzgün cavabımız Y variantı qalar. Məsələn, keçən dərs gördük ki, bəzi uşaqlar C variantını götürmüşdü. Nizami ilə Füzuli elə bir ki, bir yerdə oturub şeir yazıblar, amma bu qeyri-mümkün bir şeydir. 28-ci sualda umbrella çətir deməkdir uşaqlar. Hörstdən sonra isim gələ bilməz. Sonra ikinci tərəfə baxanda baxaram ki, heç bir şey görə bilmirəm. Demək ki, artıq tərcümə eləmək lazımdır. Deyir ki, o dedi ki, onun çətiri sınıb, o istədi, borc alsın mənimkini və söz verdi ki, qaytaracaq mənə bazar günü. Ancaq tərcümə ilə tapmaq olur. Uşaqlar D variantı. Simple noun sadə isimlər deməkdir. Spaceship mürəkkəbdir. Actor, activity düzəltmədir. Student düzəltmədir. Actress düzəltmədir. Düzgün cavabım Y variantı qalır. Ümumiyyətlə yada saxlayın ki, monumentdir, parlamentdir, sonra momentdir. Bunlar sadə sözlərdir. İkinci tərəfdə isə zəm var. 30-cu sualda bilirsiniz ki, əgər cümləyə mor gəlibsə, er gələ bilməz. D variantı çıxdı. Maçdan sonra mütləq şəkildə müqayisə dərəcəsi gəlməli idi. Zəm varsa üstünlük dərəcəsi ola bilməz. Bu isə adi dərəcədə olduğuna görə düzgün cavabım A variantı qalır.